Qazaxdan qız çıxmaz, salyandan kişi. Deyilənə görə bu ifadələr Azərbaycanın xalq yazıçısı Səməd Vurğuna məxsusdur və Səməd Vurğunun bu fikri söyləməsini belə əsaslandırırlar ki, Səməd Vurğunun həyat yoldaşı ona salyanlı bir kişi ilə xəyanət eləyir və bu hadisədən qəzəblənən Səməd Vurğun belə bir ifadə işlədir. Ancaq Səməd Vurğunun belə bir ifadə işlətməsi ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi heç bir mənbə yoxdur. Açıq-aşkar görünür ki, bu şairin şəxsiyyətinə yönəlmiş qara-yaxma kampaniyasıdır. İndi gəlin bu məsələyə daha dərindən baxaq. İlk öncə bunu deyim ki, Səməd Vurğunun həyat yoldaşı Xavər xanım ümumiyyətlə Qazaxlı belə deyil. O Dərbənddə dünya gözünə anası və tanınmış ziyalı olan Əhməd bəy Mirzəbəyovun qızıdır. O ki qaldı Xavər xanım şairin son gününə qədər onun yanında olub və Səməd Vurğun da öz həyat yoldaşını çox sevirmiş. Bunu Səməd Vurğunun yaradıcılığında görmək mümkündür. Səməd Vurğunun Xavər xanımı həsr etdiyi şeirləri aşağıda qeyd edəcəm, özünüz oxuyarsınız. Baxaq ikinci məsələyə. Səməd Vurğun Qazaxda kasıbçılıq içində böyüyüb və oradan yüksələ biləcəyi ən yüksək mərtəbələrə yüksəlib. Və daha sonraki həyatını Qazaxda yaşamasa belə, hər zaman şeirlərində Qazaxı böyük sevgi və ehtiramla yad edir. Onun Qazaxla bağlı şeirlərini də aşağıda qeyd edəcəm, kimlər istəsə oxuya bilər. Yəni, həm Qazaxı, həm həyat yoldaşını bu qədər sevən bir insanın belə bir ifadə işlətməsi heç də inandırıcı deyil. Baxan kim bilir ki, bu şairə qarşı edilmiş qara-yaxma kampaniyasıdır.